uşaqlıq bir orqandır. Bəli. Qadına lazım olan bir orqandır və onun müəyyən hormonal təsirləri var. Onun psixoloji təsirləri var. Təbii ki, göstəriş varsa, bu göstəriş də əsas hansıdır? Bir bədxəstəlik, işlərdə olur. müəyyən hətta adi, deyək ki, mioma heç nə yoxdur, amma endometrium içəridəki qalınlaşıb, hiperplaziya olub. Onun deyək ki, xərçəngə çevrilmə ehtimalı var, yüksəkdir. Orada da təbii ki, etaplar var. Yəni birinci qaşınır, biopsiyaya göndərilir. Əgər orada bir problem çıxmadısa, sadəcə müşahidə altında qalır. Yox, əgər başqa bir problem çıxırsa, artıq uşaqlıq çıxarılmalıdır. Amma deyək ki, cavan yaşlı, klimaksda deyil qadın. Deyək ki, düzdürmü? 40 yaşa qədər məsələn və 50 yaşa qədər. Yoxdur, klimaksı hələ yoxdur. Və uşaqlıqda miomalar var. Bunu əslində biz görə-görə gəlirik də. Mən məsələn görmüşəm elə qadınlar ki, miomaya görə deyək bir 30 yaşında uşaqlığı çıxarılıb. İnanın o qadının müəyyən psixoloji vəziyyətinə də təsir eləyir. Çox təsir eləyir hətta. Ona görə göstərişsiz uşaqlığın çıxarılması qətiyyən yol verilməzdir. Olub mənim pasiyentim 85 yaşında ki, uşaqlıq tam xaricdə yerləşib, amma setka ilə, torlo-sakrospinalla fiksasiya eləmişəm, yəni yerinə oturtmuşam uşaqlığı və salam onunla da normal yaşayıb.